Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir maraqlı sualın cavabına baxaq. Bizə deyir ki, R kubu 125 olarsa və R fərqli 5 olduğu halda bu ifadənin qiymətini deyir hesablayın. Gəlin yazaq, R kubu bərabərdir 125 qeyd eləyək. 125 keçirsəm sol tərəfə R kubu çıxılsın 125 bərabər 0 yazsam, vuruqları ayırıram. R çıxaq 5, R kvadratı üzərinə gəlinsin 5R üzərinə gəlinsin 25 bərabərdir 0 olmuş olacaq. İndi bunları ayrı-ayrıqla 0-a bərabər eləsəm, R çıxaq 5 bərabər 0, R bərabər 5, amma bunu götürməyəcəm. Çünki bizə şərtdə deyib ki, R fərqlidir 5-dən. O zaman bu 0-dır. Deməli deyir, R kvadratı üzərinə gəlinsin 5R plus 25 bərabərdir 0. R kvadratı üzərinə gəlinsin 5R-i saxlayaq. 25 keçirdə sol tərəfə bərabər oldu mənfi 25-ə. Bizdən də onsuz bu ifadəni istəmişdi də. R kvadratı üzərinə gəlinsin 5R. Ona da cavabını nə tapdım? Cavabını tapdım. Deməli mənfi 25. Bu şəkildə. R burada fərqlidir 5-dən. Bunun sadəcə bir kökü yoxdur axı. Bunun 3 dənə kökü var. Çünki kub təmlikdir. 3 kökü olduğuna görə bunun 2 kompleks kökü var. Əgər istək olsa, mən o köklərin çıxarışını da verə bilərəm ki, yəni bunun həqiqətən də R3 və R2 kökləri var.